Son zamanlar bəzi dinşünaslar dinimiz haqqında hədyan sözlər söyləyirlər. Quranda bu yazılmayıb, hədislərdə bu yoxdur. İslam dini cəhalət dinidir. 124 min peyğəmbər olmayıb. Peyğəmbərimiz 9 yaşlı qızla evlənib, bir gündə 12 qadınla olub və s. sözlər də insanlarımızda dinimizə qarşı olan inamı azaltmaq istəyirlər. Və onlar tək İslamdan danışmırlar. Bu cahil dinşünaslar Tövratda yalanlayırlar. Tövratda yazılanlar da hamısı yalandır. Belə şeylər olmuyor. Və maraqlıdır ki, Avropada da belə deyirlər. Son dövr Avropa alimləri də qərara gəlib ki, Tövratda yazılanlar hamısı nağıldır, cəfəngiyatdır. Belə şeylər olmuyor. Və bununla bəzi hallarda razılaşmaq olardı. Lakin mənbələrdə qədim dinşünaslar başqa cür deyirlər. Məsələn, hələ 16-cı əsrdə yaşamış Varmiya yepiskopu Kardinal Qozi Mattanın İncilini əsaslanaraq yazır. Əhd-i qətiqi xalqa oxumağa vermək, müqəddəs şey itə vermək, mirvarini donuzun qabağına atmaq deməkdir. Bu deməkdir ki, qədim müdriklərə görə, qədim din xadimlərinə görə Tövrat kitabını adi insanlara oxumağa belə vermək, müqəddəs şeyi itin donuzun qabağına atmaq deməkdir. Yəni bunlar üçün adi insanlar heyvandır. Və insan orada yazılanları heç vaxt dərk edə bilməz. Ona görə onlara oxumağa belə vermək olmaz. İndi mən sual vermək istəyirəm. Bugün bu Tövratı, Quranı, İncili, ümumiyyətlə bütün qədim yazıları yalanlayan insanlara hansı həqiqətdir? Siz düz danışırsınız, ya qədimdə sizi heyvani insan adlandıran o qədim din xadimləri düz deyir? Həqiqətənmi dinlər cəfəngiyatdır? Ya insanlar o qədər səviyyəsizdir ki, düşünmə səviyyəsi o qədər aşağıdır ki, bunları dərk edə bilməz. Ona görə bu kitabı onlara oxumağa belə vermək olmaz. Maraqlı haldır ki, qədim yahudilər də adi insanları qoy adlandırıb onlara heyvani insan kimi baxırdılar. Qədim Hind fəlsəfəsi Mahabharatada isə adi insan 7 ev heyvanından biridir. Və bu siyahı belədir. Öküz, keçi, insan, qoyun, at, qatır, uzunqulaq. Təsəvvür edirsiniz? Adi insan uzunqulağa, keçiyə, qoyuna, ata bərabər tutulur. Çox maraqlı bir faktordur ki, sufilər dahisi Mühiddin Ərəbi də bəzi insanları heyvani insan adlandırır. Mühiddin İbn Ərəbi özünün məşhur Füsusül Hikəm adlı kitabında yazır. Və o özündən göydə və yerdə olanların hamısını tabi etdi. Budur, dünyada nə varsa hamısı insana tabidir. Bunu bilən, bildiyini biləndir. Yəni bilavasitə kamil insandır. Bilməyən isə bunları bilməyəndir. Yəni heyvani insandır. Deməli Mühiddin İbn Ərəbi Füsusül Hikəm kitabında bilmədiklərini bilməyəni, yəni ilahi sirləri bilməyən insanları heyvani insan adlandırır. Bunu mən demirəm. Mən ancaq faktları əsaslandıram, faktları gətirirəm. Siz özünüz düşünün. Mən bunu insanların düşünməsi üçün edirəm. Adi insan əgər Allah dünyanı necə yaradıb və Allah dünyanı necə insana tabi edibsə, bunları dərk eləmirsə, bu artıq heyvan insandır. Bu Mühiddin İbn Ərəbinin fikridir. O isə İslam dünyasının bir nömrəli alimi sayılır. Qəzalidir, odur. Bunlar İslam dünyasının bir nömrəli alimləridir. İndi mən o müqəddəs kitabları yalanlayan insanlara sual verirəm. Siz yaradılışın sizlərin bilirsiniz. Siz bilirsinizmi? Allah bütün bəşəriyyəti kamil insanlara, yəni göy insanlarına, pirlər, seyidlər nəslinə necə tabi edib? Siz onun yaradılış texnologiyasını bilirsinizmi? Bilmirsiniz. Bu nə deməkdir? Belə çıxır ki, siz heyvani insansınız. Və Mühiddin İbn Ərəbi burada xüsusi qeyd edir. Bilmədiyini bilməyən danışanlar. Bilmədiyini bilməyən və danışanlar. Yəni, əgər sən bilmədiyi bilirsənsə, danışmırsansa, sən bilirsən, bu aydın məsələdir. Buna heyvan insan demək olmaz. Heyvan insan kimə deyilir? Bilmədiyini bilmir. Yəni, yaradılışın sirlərini bilmir. Lakin danışır. Və qədim müqəddəs kitabları yalanlayır. Və Mühiddin İbn Ərəbi bilavasitə onlara heyvan insan deyir. Bunu mən demirəm, yenə təkrar edirəm, bunlar mənim fikrim deyil. Mənim danışdıqlarım ancaq mənbələrdir, mənbələrə əsaslanır.
Və bu mənbələri mən göstərirəm. Mən bu haqda internet səhifələrində məqalələr yazmışam. Məqalələr də bunların hamısını qeyd etmişəm. Ona görə bugün bizim dinimiz haqqında hədiyən danışanlara xüsusi bildirirəm. Siz Quranda nə yazıldığını heç vaxt dərk edə bilməzsiniz. Çünki Quranın batini mənaları Allahın göydə yaratdığı cənnətə aiddir. İnsanlara aiddir. İlk insanlar olan Allahlar nəslinə, Azərilərə aiddir. Siz bunlar haqqında heç nə bilmirsiniz. Ona görə danışmayın. Özünüzü biabır etməyin. Onsuz da vaxt gələcək, bütün sirlər açılacaq. Sağ olun.